Salam, hər vaxtınız xeyir, gününüz uğurlu olsun. Mən ingilis dili müəllimi Aysil Bağırzadə. Bugün sizinlə ingilis dilinin təməl qaydalarından olan ilk dərsimiz to be fe'linin izahına baxacağıq. To be ingilis dilində danışığımızda əksərən istifadə olunan fe'llərdən biridir və bugün mən çalışacağam ki, qısa dəqiqələr ərzində to be'ni sizə izah edim. Deməli, yoldaşlar, başlayaq bizim izahımıza. To be Azərbaycan dilində olmaq deməkdir. Biz əsasən özümüz haqqında məlumat verəndə, yaşımızı, peşəmizi, kimliyimizi bildirəndə, milliyyətimizi bildirəndə to be fe'lindən izah edirik. To be fe'lindən istifadə edirik həmçinin. To be'nin ingilis dilində 3 zaman forması var. Baxaq biz bunlara. İndiki zaman, keçmiş zaman və gələcək zaman. İndiki zaman formaları bizdə adlanır am, is, are. Keçmiş zaman formaları bizdə adlanır was, were. Gələcək zaman formaları isə bizdə adlanır shall be və will be. Okay. Bugün biz sizinlə indiki zaman formaları, yəni am, is, are-dan danışacağıq. Am, is, are şəxs əvəzliklərimizə uyğun olaraq bölünür və ona uyğun olaraq formalaşır. Məsələn, biz I şəxs əvəzliyi ilə hər zaman am to be fe'lini istifadə edəcəyik. I am deyə. Məsələn, deyirsiniz ki, mən Ayseləm. Öz adımdan danışacağam mən. Deyirəm ki, I am Aysel. Mən Ayseləm. Və yaxud da you are-la istifadə olunur. Deyirik ki, you are a student. Siz kimsiz? Siz və yaxud da sən tələbəsən. You are a student. Sən tələbəsən. He, she, itlə yoldaşlar is fe'lini istifadə edirik. We ilə are, you ilə are, z ilə isə are istifadə edirik. Şəxs əvəzliklərimiz to be'nin indiki zaman formalarına uyğun olaraq belə bölünür. I ilə sadəcə am, you ilə are, we are, they are, he, she, it deyəndə isə is istifadə edirik. Yoldaşlar, he, she, it kateqoriyasını biraz açmaq istəyirəm. Çünki bəzən gəlir, məsələn, deyir Akif. Akif, müəllim, Akiflə mən nə istifadə edəcəm? Akif, yəni bəy kateqoriyasına daxil olan bütün adlar, əmi, dayı, ata, baba sözlərinin hər biri he şəxs əvəzliyində toplandığı üçün biz bundan mütləq şəkildə is istifadə edəcəyik. Sonra xanım cinsinə məxsus olan adlar, həmçinin ana, nənə, bibi, xala sözləri, bunların hər biri she kateqoriyasına aid olduğuna görə is istifadə edirik. Bütün canlı və cansız yerdə qalan, canlı deyəndə hansılar? Heyvanlarımız olsun, bitkilər aləmi olsun, həmçinin cansız əşyaların hər biri it kateqoriyasına aid olur və izlə istifadə olunur. Deməli, bizim burada müsbət cümlələrimiz var, yəni təsdiqdə istifadə olunan cümlələrimiz var. Qeyd olunub bir neçəsi, gəlin fikir verək bunlara. Məsələn, birincisində deyir ki, I am a student, mən tələbəyəm. Okay, təsdiqdədir, özümüz haqqında məlumat veririk ki, mən tələbəyəm. She is my friend, o mənim dostumdur. Great, burada da deyirik ki, she is-lə istifadə olunub və kiməsə təqdim edəndə deyirsiniz ki, o mənim dostumdur. To be istifadə etdik. And they ilə istifadə olunan they are in the garden. Onlar bağçadadır. Yerlərini bildirir artıq. Yer, məkanda bunu istifadə edirik. Suallarına gəldik. Bu bizim müsbət, yəni təsdiq formasında olanlarımız idi. Suallarına gələndə to be'nin indiki zamanda sualları am, is, are-ın mübtədədən öncə, yəni cümlədə əvvələ keçməsi vasitəsilə düzəlir. Məsələn, bayaq mən sizə qeyd elədim yuxarıda ki, you are a student, I am Aysel. İndi aşağıya gələ bir cümlə yazaq bura. Are you happy? Bunun təsdiq cümləsini yazaq burada. Kim sizə deyirik ki, you are happy. Sən xoşbəxtsən. Sən xoşbəxtsən cümləsini suala çevirmək üçün aşağıda gördüyünüz kimi are fe'li cümlədə əvvələ, yəni mübtədədən öncəyə keçibdir. Deməli, yoldaşlar, are keçiririk cümlənin əvvəlinə. Olur nə? Are you happy? Sən xoşbəxtsən. Belə istifadə edirik. Qısa cavabları verəndə yes, I am tipli, no, I'm not tipli cavablar verə bilərik. Bunun haqqında danışacağıq. Sualda dediyimiz kimi are, am, is hər biri cümlənin əvvəlinə
keçəcək. Qısa cavablarımız, həmin bu suallara verəcəyimiz cavablar iki cür olur yoldaşlar. Yes tipli təsdiq mənasında, bəli mən xoşbəxtəm. No tipli inkar mənasında, xeyr mən xoşbəxt deyiləm. Məsələn, burada görürsünüz ki, are you happy? Sən xoşbəxtsən dediyimiz suala yes, I am ilə cavab vermişik. Bəli, xoşbəxtəm. No, I am not ilə cavab vermişik. Mən xoşbəxt deyiləm. Bu bizim oldu suallarımız və qısa cavablarımız. İnkar hissəsinə gələndə isə inkar cümlələrinə biz to be-də inkarı yaratdığımız zaman am, is, are-dan sonra not inkar hissəciyini burada qeyd eləyək. Am, is, are-dan sonra not inkar hissəciyini əlavə edəcəyik. Məsələn, tired yorğun deməkdir. I am not tired, mən yorğun deyiləm. He is not a teacher, o müəllim deyil. They are not at home, onlar evdə deyillər. Burada da yenə neynədik? To be-dən sonra not inkar hissəciyini əlavə etdik. Is not, am not, are not deyə qısa qeydlər verdik. Bu bizim oldu nəyimiz? Sualımız, təsdiq və inkar cümlələrimiz. Qısaca to be haqqında burada məlumat aldıq. Sonra gəldik tapşırıqlarımıza. Burada bizim bir tapşırığımız var. Yuxarıda gördüklərimiz əsasən nə var, nə yoxdur buna baxacağıq. Gəlin fikir verək. Tapşırıqlarda ay və boşluqlar verib. Biz yuxarıda nə öyrəndik yoldaşlar? Dedik ki, ay ilə hansı to be-nin forması istifadə olunur? Əlbəttə ki, I am. Düşürük aşağı. Deməli, ayın yerinə burada yanına nə qoyacağıq? I am. It means that I am a teacher. Mən müəlliməm. She ilə hansını istifadə elədik yoldaşlar? Xatırlayaq. He, she, it-lə is istifadə etdik. Düşürük aşağı. She is not here. O burada deyil deyirik. Bəs üçüncüdə they ilə sual versiyasında nə istifadə edirik? Əlbəttə are, cəmdirsə are istifadə edəcəyik. Are they your friends? Onlar sənin dostlarındır. Bunu istifadə etdik. Belə yoldaşlar, bugün to be feilinin izahına, qısa bir izahına gəlib çatdıq. Ümidvaram ki, sizin üçün faydalıdır. Videoyu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik inşallah. Hələlik.